Göy üzünün milyarderi, Qara Şahin B2 Spirit, dünyanın ən gizli və ən bahalı bombardımançısı. Qiyməti təxminən 2 milyard dollar. Bu məbləğ bəzi ölkələrin illik büdcəsindən çoxdur. Tək bir uçuşla 11 min kilometr gedər və dünyanın bir ucundakı hədəfi vurub geri qayıda bilir. Onun elə bir texnologiyası var ki, radarlar sanki o ümumiyyətlə göydə yoxmuş kimi davranır. Qanad forması isə Şahini xatırladır. Sürətli, səssiz və ölümcül. Amerika Birləşmiş Ştatlarında cəmi 20 ədəd var və hər biri strateji silah kimi qorunur. Bəs sizcə Azərbaycan da bir gün belə bir texnologiyaya sahib ola bilər? Göy üzünün milyarderi, Qara Şahin B2 Spirit, dünyanın ən gizli və ən bahalı bombardımançısı. Qiyməti təxminən 2 milyard dollar. Bu məbləğ bəzi ölkələrin illik büdcəsindən çoxdur. Tək bir uçuşla 11 min kilometr gedər və dünyanın bir ucundakı hədəfi vurub geri qayıda bilir. Onun elə bir texnologiyası var ki, radarlar sanki o ümumiyyətlə göydə yoxmuş kimi davranır. Qanad forması isə Şahini xatırladır. Sürətli, səssiz və ölümcül. Amerika Birləşmiş Ştatlarında cəmi 20 ədəd var və hər biri strateji silah kimi qorunur. Bəs sizcə Azərbaycan da bir gün belə bir texnologiyaya sahib ola bilər?